Hanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu özəl və gözəl xəbərlərlə sizin xidmətinizdəyəm. Xahiş edirəm, bəyənin, paylaşın. Bəyənən əllər var olsun, bəyənməyən baboş olsun. Deməli, dəyərlənmədələrim, Daxili İşlər Naziri açıqlama verdi ki, 3 gün ərzində 200 min manatdan çox pul vəsaiti Azərbaycan vətəndaşlarının bank kartlarından uğurlanıbdır. Yaxşı, mən də sual verirəm. Ey Daxili İşlər Naziri, 3 gündür sən 200 min manatı tapa bilmirsənsə, nətər oldu elə hökümənin atasının bank kartından oğurluq eləyəni 3 saata tapdın. Necə olur? Deməli, bunu oğurlayan elə polisin, kiber təhlükəsizliyin əli ilə düz İlham Əliyev ailəsidir. Hökümə barədə də araşdırma apardım, niyə milli qəhrəman veriblər? Hökümə Yahudi əsilli və ivrit dilini də gözəl bilirmiş. Yahudilərə girmək üçün, yaltaqlanmaq üçün İlham Əliyev belə variantlara çox diqqətli və həssas yanaşır. Getdik, əziz vətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev bugün Azərbaycan kanalları yayımladı. Sanki Trump İlham Əliyevlə işləmək istəyir, onu Ağ Evə dəvət eləyir. Belə bir məktub göndərib güya Trump. Tamamilə yalandır. Açın Trump'ın səhifəsinə baxın, izləyin. Bunu sadəcə tərcüməni kontekstdən çıxardıblar. Belə obraz yaradıblar. Əslində orada nə deyilir? Ermənistan və Azərbaycanla işləməyi Trump səbirsizliklə gözləyir. Bunlar da nədir? Ermənistan adını çıxardıblar, Azərbaycanla İlham Əliyevlə işləməyi qalıbdır. Yəni, ay utanmasan oynamağa nə var ki? Dəyərli vətənlərim, bundan başqa, məktubu kontekstdən çıxarmaqlarından başqa 100 milyon dollar civarında puldan, 100 milyon dollar civarında puldan 20 gün sonra Trump'a Novruz bayramı təbriki yazdırıblar. Əcəb, bundan qabaq da Ramazan bayramı, 50 bayram oldu. Trump niyə təbrik eləmədi? Hani İlham Əliyevdən yaxın idisə. Gör İlham Əliyev necə yaramaz adamdırsa, necə yaltaqlanmağı, girməyi bacarırsa, Amerikadan kredit götürür. Və Amerikadan o götürdüyü kreditdən də təyyarələr alır. Sabah nə olacaq bilirsiniz mi? Sabah İlham qaçacaq, o kreditlər hamısı xalqımızın bizim belimizdə qalacaq. Ona görə İlham Əliyevə Trump yüksək faizdən kredit verir. Baxın, 100 milyon dollara 20 gün sonra Novruz bayramı təbriki, indi 100 milyon dollara da 28 may bayramını təbrik eləyəcək yəqin ki. Bu şey verilibdir. Uzun sözün qısası, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev xalqın pulunu verir. Trump da elə adamdır ki, pulunu ver, onu ilə şəklini çəkdir. İsraildə iş adamı qalmayıbdır. Raviləri töküb, ravi, dindar, o birisi, bu birisi, iş adamları hamısını töküb Trump'dan xahiş elətdirir, İlham Əliyevdən Trump görüşsün. Trump da görüşmür ki, görüşmür. Qələmi qırılan adamla görüşərlərmi? Görüşərlərmi? Dəyərli vətənlərim, Türkiyədə getdi gördüğünüz adam yerinə qoymayıblar. Hələ orada aeroportda oralarda sümsünür. Bundan əlavə Turan birliği dedilər. 25 ildir Erdoğanla İlham Əliyev aldatdı. Gördünüz mü? Orta Asiya ölkələri dedi ki, Orta Asiya, bir de Qazaxıstan, Özbəkistan, Türkmenistan, Qırğızstan, özləri birlik yarattılar, birlik və dedilər ki, siz dedilər Rusiyanın vassalı, onun bunun şeyindən yapışan avara axmaq adamlarsınız. Mən sizi ilə öz xalqını döyən, öz ölkəsini parçalamaq istəyən mən Erdoğanın ətrafında niyə birləşməliyəm ki? Yəni, dəyərli vətənlərim, özləri birlik yaratdılar. Turan söhbəti T hərfini yaratmamış, deməli, bütün kontekstlərdən çıxarıldı. Hərbi prokuror Kamran Əliyev, bilirsiniz ki, Kamran Əliyev, İlham Əliyevin cinayət ortağı Kamran Əliyev vəzifədən getdi, amma hara getdi? Apellyasiya məhkəməsinə hakim vəzifəsinə getdi. Əziz vətənlərim, Xanar Vəliyev tərtər hadisələri daxil bütün hadisələrdə İlham Əliyevin cinayət ortağıdır. El adamları qırağa buraxmazlar. Kemaləddin Heydərovu da İsrailə səfir göndərmək istəyirlər. İsrailə Mossad'a həvalə eləmək istəyirlər ki, çox danışmasın, aranı qarışdırmasın. Birdən müxalifət olsa yardım eləyər. Dəyərli vətənlərim, dəyərli soydaşlar, İlham Əliyev Türkiyəyə niyə gedibdi? Gedib ki, mən elə bilirdim Rusiya dalında durur İlham Əliyevin Zəngəzura girməyə, ordu, qoşun, silah zad verəcək. Sən deməli deyilmiş. İlham Əliyevə deyir ki, girməlisən Zəngəzura və oranı mənə verməlisən. Və salam şüd tamam.
Və Ermənistanla da İran təlimlərə başlayıb. İlham Əliyevə dünən sual verirlər ki, bəs savaş olacaqmı deyir. Dün bu günə qədər deyənməzdim, amma onlar İranla təlim eləyirlər, savaş olacaq. İndiyə kimi də bir güllə atılmadan, dayanmadan ateşkəs pozuldu deməkdən İlham Əliyev savaşa zəmin yaradır. İndi də Erdoğanın yanına nəyə gedib İlham Əliyev? Rusiya mənə kömək eləmir, mənə dəstək olmur, amma məcbur eləyir Zəngəzuru alım, oranı Rusiya sülh məramlarına buraxım və mənə kömək elə. Erdoğan da razı olmur, əlbəttə ki, olmayacaq da. Qətiyyən razı olmur. Çinə tərəf gedirlər, yaltaqlanırlar, hələ biraz da qabağa gedirlər. Çin sanki Zəngəzur dəhlizinin həvəsindədir. Nə danışırsınız siz? Hamısı yalandı, palandı, hamısı eşeğe palandı. İnanmayın bunlara. Azərbaycan xəbərlərinin heç birinə inanmayın dəyərli həmvətənlərim. Qonşu ölkələrin əksəriyyətində inqilablar olacaq. Bu ayın sonundan gələn aydan etibarən çox böyük hərəkətlənmələr başlayacaq və qonşu ölkələrimizin bəzilərində tez bir zamanda dəyişiklik gözləyirik biz, əziz həmvətənlərim. Deməli, dostlar, diktatorlar bir-bir yıxılacaq. Artıq İlham Əliyevin sonuncu danışıqlarına baxdığınızsa, açıqca dedi, məni devirmək istəyirlər. Açıqca İlham Əliyev pis vəziyyətdə olduğunu dilə gətirdi. Baxırsınız ki, İlham Əliyev ümumiyyətcə pis vəziyyətdədir. Baxın, iftarda. Əvvəlki illərdə İlham Əliyev haram pullarla da olsa iftar süfrəsi açardı, iftara qoşulardı, şeyx də gələrdi. Bu il İlham Əliyevi iftarda gördünüzmü? Ümumiyyətcə iftar süfrəsini açdığı yox ha. Heç iftarda gördünüzmü? Değerli həmvətənlər, Yahudilər qoyun burada. İsraildən qorxur. Bir ölkədə ki 5 dənə Rus bazası ola, 5 dənə İsrail bazası ola, mənim bildiyim 2 dənə də Türkiyə bazası ola. Biz nəyimiz müstəqildir? Deyin görüm. Deyin görüm nəyimiz müstəqildir bizim. Qarabağa. Arını Allah'ın çivini var ya, çivini, arı. Arını belə yeşikdən aparıb uçurtmaq olmur. Toyuğu yumurtlatmaq olmur, 2 göy səppək olmur, yalana bir dənə qəsəbə açırlar o heyvanları yaylağa qışlağa aparan kimi. Filan rayona köç başladı, 30 ailə köçürlər, sıça gedir, ye qayıdıb gələ bilmir. Niyə görə Ağdamın qalan kətləri Ağcabədidə 10 minlərlə ailə Qamışda o qamışın içində qalırdı. O birisi də peynə zaten qarışdırıb düzəldirlər. Niyə oradakıları köçürmürlər? Bakıda bahalı yerlərdə məskunlaşmış qaçqınları köçürürlər. Onların evlərini də əlindən alırlar. Bu arada evlər demiş, İlham Əliyev get vaxtıdır bunların. Görürsünüz Bakıda ancaq sökürlər, tikirlər. Gördünüzmü? Emin Ağalarov'da hələ get daha İlham Əliyevin get 15-20 gün bundan qabaq bütün qumarda uduzduğunu yazdı. Bütün necə istiqrazlarını satdığını yazdı. Kimə satıb? Ərəblərə. Ay ki, olan hamısı ərəblərin, Yahudilərin adına da tikirlər. Elə bilirlər ki, yeni hökumət gələndə dinlənməyəcək. Əl dəyişdirirlər, ad dəyişdirirlər. Odur, bax, Kəmalləddinin malını, mülkünü aldı kim? Əlin Ağayev oğlundan adına keçirtirdi Mehriban Əliyeva. Neyse, belə şeylərə baş qoşmayın dəyərli həmvətənlərim. Bu arada Almanya, Steinmeier, Almanya prezidenti gəldi. Əlbəttə ki, İlham Əliyev məni və Almanyadakı siyasi fəalları istədi. Baxın, necə də cılızdı İlham Əliyev. Bir balaca, necə deyim, içini çölə reaksiya tez verir. Bax, əgər İlham Əliyev Avropanın avangardı Almanya ilə qabili almağa razılaşsaydı, ya qabil olmasın Almanyadakı fəalları almağa razılaşsaydı, İlham Əliyev bu günləri Almanyanın və Avropanın birliyin əleyhinə sərt danışmazdı. Bugün sanki Steinmeier Almanyanın prezidentini sındırıbmış kimi danışmazdı. Değerli həmvətənlərim. Demək ki, bir şeylər düz getmir. Odur, bax, Türkiyədə küçə iti kimi qalıb orada, heç kim qarşılamır, heç kim qoluna gelmir. Nəm neçənci dərəcəli adam gəlibdi. Haçı, Erdoğan da gedəcək, Putin də siyif qutarıb da, hamısı gedirik bunların. Gürcistan'daki da gedəcək, bizimki de gedəcək. Narahat olmayın qardaşlar. Bir balaca səbirli olun. Sadece Trump'ın bu oyunu İlham Əliyevin ömrünü bir balaca uzada bilər. Bir balaca işler cığırından çıxa bilər. Qaldı hər şey bomba kimi olacaq, hər şey ləzzətli olacaq. Sadece İlham Əliyevin qorxusu sifətindən, danışığından da bəllidir. Ağıllı adam izləyəndə tezcə onu sezə bilir. Neyse, canlı yayımımızda gözəl faktlar, özel xəbərlər olacaq. Başqa xəbərlərdə gəlin canlı yayıma. Yayımızı da beğenenler var olsun, beğenmeyen baboş olsun. Sağ olun.